Hər halda son dövrdə ortaya çıxan bəzi materiallar onun fəaliyyətinin Suriyadakı İran nümayəndələrində, o cümlədən Sepahın Qüds qüvvələrinin o vaxtki komandanı general Qasım Süleymani kimi önəmli simada ciddi şübhələr doğurduğunu göstərməkdədir. Belə ki, bir müddət əvvəl Səudi Ərəbistanına məxsus Əl-Məcəllə internet dərgisi Qasım Süleymani ilə Suriyanın təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Əli Məmlük arasında Luna barədə söhbətinin mətnini yayıb. Məmlükün ofisində Lunanı görən Süleymani ilə vitse-prezident arasında belə bir dialoq olub. Süleymani: "Bu kimdir?" Məmlük: "Luna Əl-Şibil, prezidentin müşaviri." Süleymani: "Bunu bilirəm, amma o əslində kimdir? Harda işləyib?" Məmlük: "Əl-Cəzirədə." Süleymani: "Orada nə qədər maaş alırdı?" Məmlük: "Bilmirəm." Süleymani: "Mən sizə deyim, $10.000. Bəs onun bugünkü maaşı nə qədərdir?" Məmlük: "Məlumatım yoxdur." Süleymani: "Mən sizə deyim, 500.000 Suriya lirəsi, yəni $500. Onun $10.000 işi qoyub 500.000 lirəlik işə keçməsi sizcə normaldırmı? O casusdur. Lakin Suriya rəhbərliyi bu xəbərdarlığa məhəl qoymayıb və artıq deyildiyi kimi bundan bir müddət sonra Əsəd Lunanı daha yüksək vəzifəyə təyin edib. Lakin İranlılar, xüsusən də Sepah, Lunadan əl çəkməyib.